pensiya yaşı bir çox insan üçün dincəlmək, istirahət etmək dövrünün başlanğıcı kimi hesab edilir. Amma bu mərhələdə belə işləməyə davam edənlər var. Onların bəziləri maddi ehtiyacdan, bəziləri isə peşəsinə olan sevgisindən işləməyə davam edirlər. Bu məqamda bir çox insana maraqlıdır ki, şəxs pensiya yaşına çatdığı halda işləməyə davam edirsə, onun əmək pensiyası artılırmı və yaxud yığılan vəsait ona necə qaytarılır? Yeni Sabah xəbər verir ki, deputat Vüqar Bayramov bizim mediaya açıqlamasında qeyd edib ki, pensiya yaşı tamam olmuş amma işləməyə davam edən vətəndaşlar üçün pensiya işlədiyi müddətdə yenidən artırılır. O, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsələni izah edib. Qanunvericiliyə əsasən işləyən vətəndaşlar üçün pensiya məbləği ilk dəfə 6 ildən 1-2 dəfə olmaqla artırılır. Bu vaxt işinə davam edən vətəndaş üçün onun 6 il ərzində pensiya hesabında yığılan kapital 72-yə bölünür, alınan məbləğ isə pensiyaya əlavə edilir. Millət vəkili məsələnin izahına uyğun nümunə də verib. Məsələn, vətəndaşın pensiyası 700 manatdırsa, onun işlədiyi müddətdə pensiya hesabında 8000 manatlıq bir yığım varsa, o 72-yə bölünür. Alınan məbləğ pensiyasına əlavə edilir. Və bil ki, 6 il müddətində vətəndaşın pensiya hesabında nə qədər kapital yığılırsa, bu ona daha çox pensiya almaq imkanı yaradır. Buna görə də işləyən vətəndaşlar üçün pensiya artımları işlədiyi müddətdə 6 ildən bir olmaqla həyata keçirilir.